evlənəndə dedilər 3 aya boşandılar. Sonra dedilər 1 ilə qalmaz. Ardınca deyildi ki 2 il tamam olmaz. Amma övladlarım oldu. Maqazin aləminə materialdır. Amma ailəm müqəddəsdir. Xoşbəxtəm. Allah ayrılıq yazdısa da pozsun. Övladlarımız mənsiz qala bilmir. Axşamaz xəbər verir ki, bu sözləri Türkiyəli müğənni Doğuş Türkiyədə bizə proqramında qonaq olarkən deyib. İfaçı aparıcı Xoşgədəm Hidayətdizi ilə evliliyindən danışıb. Anlayışlı olmazsan, xoşbəxt ola bilməzsən. Yeni evlənəndə bizə Türkiyədə aparıcılıq təklifi gəldi. Amma Xoşgədəm dedi ki, ölkəmdə qalım. İlk vaxtlar mən Türkiyədə qaldım. Uşaqlarım da mənimlə yaşayırdı. Xanımım da gedib gəlirdi. Amma sonra mən onun yanına getdim. Küçədə bir-birimizə bəy xanım deyə danışırıq. Mübahisələrimiz olur, amma bir-birimizə baxanda susmağı da bilirik. Ata olmaq məsuliyyətdir. Sosial mediada bəzi atalar görürük. Allah onları məhv etsin. Uşaqlarıma lazım olsa ürəyimi də verərəm. Onlara deyirəm ki, sizə küçədə yatdığım anları göstərəcəyəm. Hər dəfə soruşurlar ki, nə vaxt gedəcəyik oralara. Onları gözəl böyüdürəm. Amma çətinliyi də göstərmək istəyirəm. Mən də, anaları da onların gələcəyini düşünmüşük. Amma çətinliyi görsünlər. Hər istədiklərini almıram, az-az edirəm. Onların xəbəri yoxdur. 25 yaşından sonra gələcəklərini quracaqlar.